Hörmətli Sərdar Əlibəyliyə ikinci müraciət. Deməli, Qurban Məmmədov həmişə məni anladı. Hamını anladı. O. Deməli, mənə dedi ki, sənin mən şikayəti təmin edəcəm. Xırda şeydi. Əhməddə bir dənə məni alverə bırakmırlar. Mən də çapla çaktırdım, yazdırdım. Hərflərlə də pul verirsən axı. Qəşən bunu göndərdim ona. Onda bacarırdım göndərməyi. Mən Allah'dı. Belə də deyirdi, ha. Nəşl adım kömürdü mənim şikayətimi. TikTok'da mənim sıxışımı qoymağa qorxurdu. Amma Yaşar Məmmədov qorxmur. Qoydu, onun neçə min baxış vardı. Bu da mənim sıxışımı Orxan Ağayev qoyub 200 min baxış var. Bu adam qorxurdu, mən də qoyacağım. Və belə də dedi, səs gəlmiş. O mənə dedi, şikayətimi səni mən təmin edəcəm yerindən. Ancaq sən belə müqabilə bağlıya. Dedim, nədir? Dedi, bu Sərdar Əlibəyli məni söyür neçə ildir. Sən, madəm belə səndən pul alıbdı, sən onu rüsvə elə, mən sən işi görəcəm. Allah da məni görmədi işimi. Sonra o məni həmişə aldatıb. 2008-ci də pısaqlanan da yazda gələ pulsuz vəkil hürriyyətdə elan gedirdi. Bunda getdi bunun qərargahına. Orada sənə var, sənə. Əliyev Ramil Məhəmmədəlioğlu oradaydı. O şərəfsiz də mənə 1000 manat bir dəqiqə borcudur. Türmədə dindi. Aldı məndən, Qurban müəllim aldı, oxudu. Savadına bir söz demirəm. Savadlıdır. Qardaşı da özdə. Mən sağlanmışam. Məndə 1500 manat əvvəldən harda verir. Bu da yazıb pulsuz vəkil. Pulsuz vəkil elan verib. Dedi, əvvəldən gətirir, bax, mənə pulum yoxdur. Ödədir mənə haziyəm, nə bilim. Nə sən hazı, ona büqər Məmmədov nə deyir, düz deyir. Onun ipin üstü odun yığmamda sonra ona pul göndərdim mən. Foşla, elə bir Rusiyada yaşayır. Demək, İngiltərə demiş, mən də qohum əqrəbələrine dedim. Çox dəhşət qardaşları dadı var. Qardaşı baraları istəyir, biz bilmiyoruz. Deyirəm ki, bəs onun mənə nömrəsini verin də, mən o tatda tapa bilmirəm TikTok'da. Onu mənə vermədi, heç biri. Bacısı balaları vermədi. Mirkənanın qardaşları vermədi. Nə qədər adama dedim, vermədi. Bunu pul göndərib, gedib onu götürmədi. Əgər mən satın olsaydım, sənin bacın oğluna o qədər pul verməzdim. İndi alacam geriyə. Mirkənana məni tanış edib Əliyev Ramil Məhəmmədəlioğlu ilə vəkil. O da mənim 150 manatım alıbdı, 750 çıxarıb. Bura nə oldu? Bunlar da bir sanamat adam, mən tapanmadım. Afıyor. İkinci, Qurban, sən mənim nəyimlə şəklənirsən? Xarsa toxudum, göndərdim şəklini ona. Sən deyir, niyə belə eləmişsən? Sərdar'a mən yaxşı adam verdim, köklü adam deyir. Alim kimi alimdir, ama insan deyir. Bu arada da mənim düşmanım vardı. Herif o xarsadan bir səni toxturmazsın. İranda toxturdum onu. Eşək qəşən xarsa. Ramkaya vurdumşam. Türməyə 150 manat göndərəm, onu çıxıram heç. Bunlar da mənə bir fərri başı da gəlmədi. Büqər məni qəbul eləmir. Büqər Məmmədov. Əgər sən məni bəyənmirsənsə, mən sənə 50 manatı kontur göndərdim, 55 manatlıq. Mirkənanın yanında. Qardaşımda da göndərdim, 55 manat. Qardaşı Cəsur məndən aldı 600 manatı. Mən dedim, ala mənim telefonunun qənimə zəhidə məni calaşır. Fırlatdı 600 manatı məndən aldı. Sonra da dedi ki, dedim, nə oldu, mənim işimi görmürsən. Dedi, nə iş, sən mənə heç pul verməmsən. Dedim, gələdim Vüqar deyəndə sonra gəldi 600 manatı. Cəmaat içində, çayxanada belə reklam elə çəkir verir. Ay Cəsur, mən sana 600 manatı belə vermişdim. Sonra başladı mənə artıqası danışmağa. Həm sənə belə vurarsan, mənə vura bilərsən. Sənə qatları qoyarım altıma. Sonra hələ fikrim artıq onun övladı üçün kompüterdə alam. Nə bilim, mən bunlarda bir dənə mənə salamatı rast gəlməyib. Nə oldu Cəsur? Fırıldaq. Mirkənan fırıldaq. Nə oldu deyib? Məsəl deyir, bunun əlisi dəli, dəlisi dəli. Nə oldu deyib?
İndi ona göre beni anlattı. Çok adam anladı bu. İndi de Azerbaycan Halk Parlamenti yaradı. Ne yadır? O ne diyorsun sen? Benim ömrü hala işliyor. Eğer o İlham Aliyev'e işleyecekse ay kurban. O 3 mertebeli villanı niye söktürdün? Bedbaht oğlu bedbaht. Mübarize yapardı. Ne dedi ki 10 bin sana dolar verir derdi. Gel firmada işte. Demek senin ağlın yoktu. Ay kurban. Ha böyle de Serdar Bey. Ben anlattı diye sen işi göreceğim. Allah'ıma atalar hoşunuz. Sen bunu bereyle ben de dilime yakıştı. Şu benim hepsinde. Bir de söylemeye bütün Azerbaycan'ı söylüyor. Bunun kohumları da istenir. Kardeşi de ona nifret edir. Bazısı oğlu Bügar ona nifret edir. Bügar beni kabul eləmir, Bügar beni beğenmir. Rad aparmışam, fincan, onların şeklini koymuşam oraya. Serdar'ın da, Celaloğlu'nun da, Bügar'ın da. Katibe diyor, yok götürmeme de gelmeme kişiliğini satire gelmem 55 matımı kaytarı Bügar Mehmet o. Göndermemişim. Sonra dedim, desen o yerlere gelme, 55 matımı gönder de, 55 matı kontur gönder Cesur. Beni beğenmişsin eğer. Bir kenara bir konaklık verdim, ad günü verdim. Şeyhülislam'da hiç atası rahmetli böyle ad günü kesilmemiş onun için. Alaba hediye bağışlamadı. Bunların ne tar adamdı o, nice insandı o. Ha. Ben böyle insan görmemişim. 200 ver, 100 ver, 100 ver. 995 manatına pul vermişim. Adam Allah der, ayıbdır. Bu gelende de gitmiştim, pul da ayırmışım 20 manat. Dedim basarım cibine. Bügar, sen kimse birinci Bügar, sen benden onun dostluğuna mani olasın. Seni ben işime karışıram. Vakti verdi dindirmiyordun ay Bügar. Bilemin türmedesin. Vakti verdi Cesur'dan nifret ediydin onun. Ne de 600 manatını uğurlayıp bunların Mirşan'la dost. Mirşan'ın gidip bunların 600 manatını uğramıştı. Hürriyet gazetinde. Yakşı yeri bu uğurlayıp. Götür vermişler polise. Adam da halası onu polise verer. Bu da nice tayfaydı ve Serdar Ali Beyli. Ben 5 milyon uğrasa amma oğlu verim anamın halam oğlu. Polise derim ayıbdır. Bir de şu olar. Bunlar bir manattan ötürü öldürerler Allah'ın olsun. Kişiliği satmadı, götürmedi onun kabağı dedim ki, kişiliği satır 55 manat kondur gönder. Şimdi de diyelim, ona kişiliğleri satmaz. Ama kesinden aşağı vergi yoktu. Şaşkanı gayetinden adam kişiliği satır, 55 manat kontur da göndersin. Nereye gönderin? Ben sana dilsem boş ver, daş verelim, terbiyesiz cesur. Bunları nice var diye terbiye verir. Bir de onlardan terbiyeli yukarıdır. Bir sana cevap gayetine diyor, ancak aferin kesidir. Bu cesur neler diyeydi bana, utanmırdı. Ben hürmet edildiğinde de göre. Serdar'a göre. Bana değil, özüme aitdi, dedeme diyebilir, nasılını keserim. Bana değil, utanma sen ne kadar hayasızdı, 600 manatı alıp. Demişim, bana geldi, benden daraşır. Hala bana değil, sen değil, bana pul vermem sen.